Bismillahirrahmanirrahim. Bəli, inşallah bu Rəhman adı haqqında biraz danışalım. Rəhman adında ismi əzəm olduğunu deyirlər, biləsiz. Rəhman adı da deyirlər, ismi əzəmdir. Necə ya Allah, eyni zamanda ya Rəhman, ya Rəhman. Bunun səbəbi var. Səbəbi var. Niyə? Rəhman adı da elə Allah adı kimi, o da ismi əzəmdir. Biraz izah edeyim inşallah. Buyururlar ki, bunun səbəbi budur ki, Rəhman adının Allah adı kimi bütün isimləri və kəmalları özündə cəm edib. Necə digər isimlər Allah isminin kölgəsi altındadır. Bütün adlar yığışır onun kölgəsi altına, onun çətiri altına. Eyni zamanda da Rəhman ismi də bu cürdür. Yəni, bütün adlar onun kölgəsində, onun altında. Məsələn, deyir, Allah eşidəndir, Rəhman eşidəndir, Allah görəndir, Rəhman görəndir. Necə bütün o isimləri Allaha nisbət vermək olur, Rəhman adına da o cürünə o isimləri nisbət vermək olar. Yəni, Rəhman adı geniş əhatəli addır. Geniş əhatəli addır. Bir dənə ayə deyirəm sizə, Allah Quran-ı Kərimdə buyurur, Qul ud'ullah avid'ur Rəhman. Allahı çağırın, ya Rəhmanı çağırın. Ya Allah deyin, ya Rəhman deyin. Əyyən ma təd'u. Hansını çağırırsınız, çağırın. Fərq eləməz. Fələhul əsmaul husna. Bir dənə bunu bilin ki, əsmaul husna, ən gözəl adlar ona məxsusdur. Yəni, ondan məqsəd Allaha və Rəhmana məxsusdur. Allah bu ayda bizə mesaj verdi ki, necə Allah adının içindədir bütün əsma, isimlər, gözəl adlar, Rəhman adının da içindədir isimlər, gözəl adlar, əsma. Bu ayənin mesajıdır. Və bu ayənin nazil olma səbəbi var. İbn Abbas eşitmiş yəni ki, o belə nəql edir ki, Peyğəmbər Məkkədə idi, namaz qıldı, sonra dua eləməyə başladı. Ya Allahu, ya Rəhmanu. Ya Allahu, ya Rəhmanu. Müşriklər də kənardan baxırdı, o bütpərəstlər və s. Elə onlar kənardan baxıb irad tutmağa başladılar ki, bizə deyir, iki Allahı çağırmıyor. Məsələn, çox Allahlığı imkan vermir. Belə deyək də, özü isə iki dənə Allahı çağırır. Rəhman deyir, sonra Allah deyir. Nə oldu bəs? Bizdən sənə fərqin nə oldu ki? Allah bu ayə nazil edir. Siz başa düşməmişsiniz, yəni tohidi. Siz ərbabun mutəfərriqun. Siz neçə dənə bütünüz var və deyirsiniz, o bunu idarə edir, o bunu falan yer idarə edir, o falan göyü idarə edir, biri yeri idarə edir və s. deyirsiniz. Amma sizin baxışınız yanlışdır. Nə qədər bütlər qərar vermişsiniz, nə qədər rəblər qərar vermişsiniz. Amma Allahın isimlərinin çoxluğu bu anlama gəlməz ki, hamısı yekunlaşır axırda bir Allahın adına, hamısı yekunlaşır axırda bir Rəhman adına. Allah desən elə həmən əsma nəzərə tutulur. Rəhman desən həmən adlar nəzərə tutulur. Məsələn, bir nəfər tutaq ki, deyirik, həm səxavətlidir, həm eybləri örtəndir, həm şücaətlidir. Bu o deməkdir ki, o 3 nəfər oldu. O birdir, 3 dənə xüsusiyyəti var. İndi bir gün o şücaətli çağırsan, bir gün onu səxavətli çağırsan. O deməkdir ki, o 2 oldu. O 2, o 1 dələ. O kəsrət, çoxluq o 1-ə qayıdır. Amma siz deyirdiniz ki, filan büt filan idarəçiliyə baxır. Filan büt filan idarəçiliyə baxır. Sizin mövzunuz başqadır, bu mövzu tam başqadır. Bənzərlik bəzən o deməkdir, həqiqətlər eynidir. Oxşaya bilər bu hadisə o hadisəyə. Mahiyyət çox fərqlidir. İnsana görə mahiyyətə baxsın, düzgün təhlil eləsin. Oxşarlığa yox. Oxşarlıq səni aldada bilər. Bu da ona oxşayır, o da buna oxşayır. İkizdir, bu ona oxşayır, o buna. Amma yerlə göy fərqi var. Biri harda, biri harda. Başa düşürsünüz. Sima oxşaya bilər, amma içlər fərqlidir. Bu bir dənə ümumi bir baxışdır. Gələk insan bəsirətlə baxsın hadisələrə. Düzgün təhlil eləmək bacarığı olsun. Hər halda mən bunu istədim deyəm sizə ki, Allah adı ismi əzəmdir, Rəhman adı da ismi əzəmdir. Rəhman adı da ismi əzəmdir. Və Quran-ı Kərimə baxsınız, Allah adı kimi Rəhman çox təkrarlanıb. Ər-Rəhman, Əlləməl Quran, Ər-Rəhman, Ələl-Ərşi İstəva, Ər-Rəhman.
Bismillahirrahmanirrahim. Baxsız Quran-ı Kərim nə qədər. Səbəbi nədir? Allah istəyir ki, Yaradan istəyir ki, Rəhman adını Allah adı kimi zehinlərə və canlara həkk eləsin. Bütün dilimizin sözünə çevrilsin. Zikrimizə çevrilsin. Fikrimizə çevrilsin. Baxışlarımız bütün həyatımıza təsir eləsin. Bəli. Quranda Allah Yaradan bəzən isimlərini, öz isimlərini, feillərini Allaha da nisbət verir. Bəzən Rəhman adına nisbət verir. Müəyyən feillərini, isimlərini həm Allaha nisbət verir, həm Rəhmana. İndi bax ona ayə, biraz tanış olaq da Rəhman adı ilə. Məsələn, La təbdilə li xəlqillah. Allah bu ayədə deyir ki, bu xilqət. Xilqəti nisbət verir kimə? Allaha. İndi bax, Ma tərə fi xəlqir rəhman min təfavut. Xilqəti nisbət verir kimə? Rəhmana. Bəzən deyir li xəlqillah, bəzən deyir xəlqir rəhman. Yaxşı. Rəhmana da nisbət verir xilqəti yaradılışı. Allaha da nisbət verir xilqəti yaradılışı. Və yaxud İzə qilə ləhum uscudu lirrəhman. Onlara deyildi, səcdə edin Rəhmana. Səcdəni kimə nisbət verdi? Rəhmana. Amma başqa yeri nisbət verir Allaha, Allah kəlməsinə. Ayəni özüm ərəbcə demədim ki, səcdə ayələridir. Desəm, gəlir oradakılar da səcdəyə getsin, özümüz də bir tərəfdən. O ədəbcəsini demədim. Xülasə, Allah Quran-ı Kərimdə səcdəni nisbət verir Rəhmana, səcdəni nisbət verir Allah adına. Fikir verirsiniz, Allah adı ilə Rəhman adı təxminən başa düşürsünüz də, niyə ismi əzəm? Bax, davam edeyim. Aynən yeşrəbu bihə ibadullah. Deyir, Allahın bəndələri. Bir yerdə buyurur, ibadur Rəhman. Rəhmanın bəndələri. Həmən kəlməni orada nisbət verdi, burada nisbət verdi. Ya məsələn, xanım Məryəmin sözüdür, inni əuzu bir Rəhman. Rəhman olan Allah, sənə sığınırım. Çox çətinliklərə düşdü xanım Məryəm. Doğrudan da nə əzəmətli xanımdır o xanım. O çətin situasiyada dedi, inni əuzu bir Rəhman. Rəhmana sığınıram. Pənah aparıram. Musa nə dedi? Əuzu billah. Allah sənə pənah aparıram. Ən əkunə minəl cahilin. Əuzu billah da var, əuzu bir Rəhman da var. Fikir verirsiniz, Allaha nisbət verilən kəlmələr Rəhmana nisbət verilir. Necə Allah, belə deyək də, geniş əhatəli addır, bütün adlar yığışır onun içinə, Rəhman adı da o cür nədir, bütün adlar yığışır onun içinə. Bura qədər biz neyi danışdıq? Allahla Rəhman adının müştərək olduğuna, müştərək tərəfinə toxunduq, müştərəkliyinə. Fərq varmı görəsən Allah adı ilə Rəhman adı arasında? Yoxsa heç fərq yoxdur. Görəsən Allahla Rəhman sinonimdir. Buralar yox, fərq də var. Müştərək cəhət də var, fərqli cəhət də var. Fərqli cəhət nədir? Baxın, Allah dünən söhbət elədim. Ələhədən götürülüb, vələhədən götürülüb, heyran olmaq, valih olmaq, məbud və s. danışdıq da. Yaxşı, Rəhman adı Allah adından fərqli cəhəti nədir? Biraz Allah adı ilə Rəhman adının biraz fərqini açaq. Məbuda ona görə Allah deyilir ki, bütün kamalları özündə cəm edib. Niyə məbud? Məbud kimdir? İbadət elədiyimiz. Ona niyə Allah deyirik? Çünki bütün kamalları özündə neyib? Cəm edib. Bütün gözəl vəsiflər onda toplanıb. Hər bir şeyin həqiqəti onun yanındadır. Ona görə nə deyir ona? Allah. Yəni, bütün kamalları özünə cəm edib. Amma bütün dünya və axirət lütfləri, feyzləri, neymətləri ondan qaynaqlandığına görə ona deyirlər Rəhman. Biraz da açıram. Bütün xeyirlər, kamallar onda olduğuna görə, bütün xeyirlər və kamallar onda olduğuna görə ona Allah deyilir. Bütün xeyirlər və kamallar ondan nəşət tapdığına görə ona Rəhman deyilir. Bütün gözəlliklər ona məxsus olduğuna görə ona Allah deyilir.
bütün gözəlliklər ondan zühur elədiyinə görə ona Rəhman deyilir. Biraz da. Yəni, özünə baxanda Allah, xilqətə baxanda Rəhman. Özündə filan xüsusiyyətlər var, gözəl xüsusiyyətlər var, kamallar var, fəzilətlər var. Allah, sonra baxıram, görəm, yalnız özünə yox. Bu, yayılıb aləmə. Belə ki, aləmdə gözəlliklər görürəm, kamal, fəzilətlər görürəm, xeyirlər görürəm. Aləmə baxanda Rəhman, özünə baxanda Allah. Rəhman adında sanki o gözəlliklər neyir? Təcəlli eləməyə başlayır, təzahür eləməyə başlayır, önə çıxmağa başlayır, yayılır aləmə. Deməli, özünə baxanda Allah, xilqətə baxanda Rəhman. Bu fərqli cəhətidir, Rəhmanla Allahın. Sən bu aləmə bu gözlə bax. Başlayırsan gözəllikləri görməyə, deyirsən, Rəhmansan esən. Özünə baxırsan, qurban olumsan, ay Allah. Bu cürlə. Yəni, bir var, adam özü səxavətlidir, bilirsən. Xeyirli adamdır, faydalı adamdır. Belə tanıdıblar sənə. Bir də var, o işlərinə baxırsan. Görürsən, ilahim, hara baxırsan, elə bil, o xeyrin arxasında budur. Hara baxırsan budur. Ya özü, ya dolayısı yoluna, ya vasitə ilə, ya bila vasitə. Ya bir nəfərin özü şəxsən əlindən tutub. Ya özünün imkanı olmayıb, bir nəfərə deyib, ged onun əlindən tut. Ya heç ona deməyib, o buna baxıb, gedib onun əlindən tutub. Ya bunun sözlərinə, əməllərinə baxıb təşviq olub. Aləmə nə qədər təsir edir. Yekunda baxırsan ki, hamı elə bundan neynir? Hər xeyrin arxasında, səndibə pərdənin arxasında budur. İndi biz Allaha baxırıq, görürük, səxiyyun, səxavətlidir, kərimun, kəramətlidir. Yaxşı. Allaha baxırıq, görürük, səttarun, səttardır. Allahı belə tapdıq. Sonra aləmə baxırıq, görürük, ilahi, filan iş Allahın, neymət Allahın, o fəzilət Allahın, bu kamal Allahın, küllə aləmdə nə gözəlliyi var onun. Aləmə baxanda Rəhman, özünə baxanda Allah. Rəhmanla Allahın fərqi. Davam edəyək. Biraz da məsələləri açaq da. Bütün aləm Rəhman adı ilə idarə olunur. Bütün aləm. İrfanda belə bir cümlə işlədirlər. Deyirlər ki, Allahın adlarının pişnamazı Rəhmandır. Yəni, pişnamaz kimə deyirlər? Öndə dayanıb, iqtida eləyirlər də ona. Ona görə duada var, səbəqət rəhmətuhu qəzəbəhu. Rəhmət keçib önə, qəzəb arxasındadır. Allahın qəzəb sifəti də var axı. Zu intiqam da var axı, qəzəblənir intiqam. Pişnamaz Rəhmandır, öndə dayanan Rəhmandır. Rəhman əmr eləyir qəzəbə ki, qəzəblən. Rəhman zu intiqama deyir, intiqam al. Rəhman səttara deyir, ört. Rəhman qəffara deyir, bağışla. Rəhman əfuvva deyir, əff elə. Rəhmandır. Çünki aləmdə, belə deyək də, o zalıma Allah, belə deyək, onun qabağını almasa, onu cəzalandırmasa, düz, onda Allahın rəhməti də sual altına gedərək. Nə qədər məzlumları var, düzdür. Hə, indi o proses dünyada necə baş verir, nə də o biraz qalsın Allahın ədalət sifəti, necə həll eləyək, niyə aləmdə zülümlər var və s. Bu öz yerində, başqa vaxt danışarıq. Xülasə, bütün aləm Rəhman adı ilə idarə olunur. Bulamsın, sübut ayəsini deyəcəm. Xilqəti Rəhmanın rəhmaniyyəti idarə edir. Ayə. Ər-Rəhman aləl ərşi istəvə. Rəhman taxta ucalıb. Ərşin bir mənası taxt. Padişahlar taxta oturub hökmranlıq edirdilər. Taxta oturdu. Dilə falan kəs taxta çıxdı. Yəni nə? Oldu hökmran, oldu padişah. Yaxşı. Bu ayədə söhbət maddi taxtdan getmir. Taxt hökmranlığı, idarəçiliyi simvolizə edir. Ər-Rəhman ələl ərşi istəva, yəni Rəhman taxta ucalıb, yəni Rəhmandır bu aləmin müdiri, idarə eləyəni.
Hə, indi bizi faili muxtar yaradıbmı? Faili muxtar yaradıb. Zalimin bir dönəm zülmü ola bilərmi? Ola bilər. Bu proseslər, dünyada baş verən hadisələr Allahın rəhmanlığına ziddiyyətdir? Yox, ziddiyyət deyil. Burada yaxşılar çıxır ortaya, pislər çıxır ortaya, insanlar imtihan olunur, ucalan ucalır, tənəzzülləyən tənəzzülü, kimlik ortaya çıxır, kimliklər ortaya çıxır, həqiqətlər ortaya çıxır. Bu başqa söhbətdir. Ona görə deyirəm ki, deyərlər, biz belə, o inşallah görüm ədalət sifətində danışa bilsəm Allah, onu danışaram mən geniş, nəsib olsun elə. Yaxşı. Bax, deyir, Ər-Rəhman ələl-ərşi istəva. Rəhman ara yüksəldi, taxta. Yaxşı. Bu ayə bizə nəyi aşılayır? Bu ayə bizə bunu aşılayır ki, Rəhman olan Allah aləmi idarə edir. Yaxşı. Rəhman idarə edir. Və bu ayədə keçən bir dənə kəlmə var. İstəvə. Ələl-ərşi istəva. İstəva nədir? İstəva bərabərlik mənasındadır. Səva sözü eyni şəkildir. Səvaun əleyhim əənzərtəhum əmləm tunzirun. Ay Peyğəmbər, bəzi adamlar var. Qorxutsun da xeyri yoxdur, qorxutmasan da xeyri yoxdur. Danışsan da xeyri yoxdur, danışmasan da xeyri yoxdur. Düzələndir. Düzələn deyil. Elə yaşayıb, elə də yaşayacaq. Bu getdi, onun kitabı bağlanıb. İstəvanın burada bərabərliyin mənası nədir? Deyir ki, ya Ər-Rəhman ələl-ərşi istəva. İstəva yəni nə? Yəni, hər şeyə nisbət. Hər şeyə nisbət. Qüdrəti, elmi, əhatəsi, hüzuru eyni şəkildədir, bərabərdir. Belə deyil ki, bəzi şeyləri bilir, bəzilərini bilmir. Yəni, bu aləmi ki, idarə eləyir. Görürsən, bir nəfər bir zavodda müdürdür. İşçilərin bəzisinə xəbəri var, bəzisinə xəbəri yoxdur. Bəzisinin nə etdiyini görür, bəzisinin nə etdiyini görmür. Xəbərsiz. Bəzi işlər ona çətindir, müdürə. Bəzi işlər ona nədir? Asandır. Ayə bizə nə deyir? Deyir, Rəhman taxta ucalıb, aləmi idarə edir. Hər şey ona bərabərdir. Hamını görür. Hər şey qüdrəti var. Bütün aləmə əhatəsi var. Bütün aləmə hüzuru var. Bir şey ona yaxın, o biri bundan uzaq deyil. Bir şeyə yaxın, bir şeydən uzaq deyil, daha dəqiq deyirəm. Birini görüb, o birisini görmür, belə deyil. Birinin haqqında çox bilir, o birisinin haqqında az bilir, belə deyil. İstəva. Hamını görür. Hamını görür. Və huvə mə'kum eynəmə kuntum. O süznəndir. Harada olursunuz olun. Və huvə əleyyə heyyin. Quranda deyir, bu iş mənə asandır. Çətin iş onun üçün yoxdur. Çətin iş, o bir sözdə hansı hadisədir? Zəkəriyanın hadisəsidir. Allah övlad verir qoca yaşında. Xanımı biraz gülür ki, deyir, daha da biraz çaşbaş qalırlar ki, necə ola bilər? Bu cavanlıqda sonsuz idi. İndi qocalıb, mən də qocalmışam. Allahdan cavab sən nə gəl? Və huvə əleyyə heyyim. Mənə asandır. İstəsəm bir yaşda da övlad verirəm. Mən çətin anlayışı yoxdur ki. İstəvə. Çətin anlayışı süzdədir. Məndə çətinlik yoxdur ki. İnnəmə əmruhu izə ərədə şeyən ən yəqulə ləhu kun fəyəqul. Mən kun fəyəqundan aləmi idarə edirəm. Ol, olur. Olun qabağında heç nə çətin deyil. Ol deyən ki, fəyəqun, fə. O saat olur. Çətin anlayışı yoxdur ki. Bir də bir dənə misal çəkim sənə. İndi zeynində bir dənə məsələn sən belə deyək də nəsə yaradırsan, bir dəfə də o vaxtları misal çəkmişdi, bir yağışın damlasını yaradırsan, fikirləşdin, yağış damlası yarandı da zehnində, o da bir xəlqdir də. İndi təzdən bir dənə də fikirləşirik, okean yaradırıq. Zehnimizdə okean düşündük. Nə okeanı düşünəndə çətinlik çəkdik xəlq eləyəndə, nə o damlanı, düz deyil. Çox asandır. Çox asanlıq zehnimizdə. İndi onu real həyata gətirir. Və huvə əleyyə heyyin, Allah deyir, mənə asan deyə. Asandır bu iş. Ola bilərmi bəşərdə bu həddə gəlsin, çatsın ki, necə Allah bu cürünə iradə eləyir, baş verir, o da Allahın izni ilə asan da olsun, ona Bismillah hadisə baş versin. Onun Asaf ibn Bərxiyə Quranda bir misalıdır. Bir göz qırpımında, yəni o boyda, hardan oraya gətirilməlidir? Bir göz qırpımında. Mümkündür bəşər bu yerə çatsın. Bunu danışarıq bir vaxt. Bu özü bir mövzudur. Diqqət edədiniz. Sən demə, ayə nə qədər zəngin imiş. Bir dənə balaca ayə deyə bax. Ər-Rəhman
aləl ərşi istəva. Taxta ucalıb, yəni aləmi idarə eləyir, idarə eləyən rəhmandır, rəhməti ilə idarə eləyir və hər şey onun qabağında bərabərdir. Hə, ola bilər kimsə ondan uzaqdır, o mümkündür. Allah yaxında uzaqdır. Ola bilər bəzi insanlar müqərrəbdirlər, Allaha yaxındırlar. Bəzilər uzaqdır Allahdan, bu başqa bir şeydir. O hamiyə yaxındır, ola bilər o birlər bundan uzaqdır. Bu başqa səbəbdir. İstəva, diqqət elədiniz. Deməli, xülasə rəhman idarə edir. Yəni, rəhman olan Allahın rububiyyəti altındadır hər şey. Ona görə Allah aləmi idarə edən kimdir? Rəbdir də. Rəbb idarə eləyəni deyirlər. Amma bu ayədə nə dedi? Rəhman idarə edir. Sanki istəyirsin ki, Rəbb də rəhmanın çətiri altındadır. Yəni, düzdür idarə edir. Rəhməti ilə idarə edir. Ayə bax, Rəbbis səmavati vəl-ərd. Göylərin və yerin Rəbbi odur. Və mə beynəhumər rəhman. Allah. Ayənin əvvəli Rəbdir, axırı rəhmandır. Diqqət elədin. Deyir, Rəbb, göylərin, yerin Rəbbi. Ayə ilə bitir? O rəhmandır ya. Yəni, bu rububiyyət rəhmaniyyətin kölgəsi altındadır. Düzdür, Rəbdir, idarə edir. Amma rəhməti ilə idarə edir. Rəhmaniyyəti ilə idarə edir. Göylərin də, yerin də Rəbbi odur. Məkkə müşrikləri, Peyğəmbər zamanında olan müşriklər, rəhmanı qəbul eləmirdilər. Rəhmanı qəbul eləmirdilər. Niyə? Bax, yekunlaşıram inşallah bu. Rəhmanı qəbul eləmirdilər. Çünki Allahın rəhman ismi bütün neymətlərin Allah tərəfindən gəldiyini bildirir. Axı, dedim sizə, rəhman geniş addır. Bütün adlar yığışır o içinə, düzdür? Şafi, Rəzzaq, Qəffar. Bütün adlar yığışır rəhman içinə. Müşriklər bu rəhmanı qəbul eləmirdilər. Rəhman onlara sərf eləmirdi. Necəsi niyə? Cavab bu. Çünki bütün neymətləri Allah tərəfindən gəldiyini rəhman ismi bildirir bizə. Yəni, bütlərin heç bir rolu yoxdur. Rəhmanı qəbul etsəydilər, rəhman içində bütün adları var axı. Bəli. Külli aləmi onda adlar idarə edir axı. Bunlar nə deyir? Deyir, bütlər idarə edir. Rəhman adı bunların bütlərini neyir? Çıxardır axı sıradan. Ona görə deyirlər, rəhman adına küfr edirlər. Rəhman adına mübarizə aparırdılar. Yaxşı. Bunların bütləri sual altına gedir. Ona görə də müşriklər Allahı qəbul edirdilər. Deyir, onlardan soruşsan ki, bu aləmi kim yaradı? Bir Allah. Amma Allahın gözəl adlarını qəbul edə bilmirdilər. Allahın gözəl adlarını qəbul edə bilmirdilər. Çünki rəhman adı bunu çatdırır ki, hər bir lütf ondandır. Bunlar deyir, bütlərdəndir. Ona görə sitayiş edirdilər. Rəhman deyir ki, rəhmandandır. Çünki külli aləmə feyz rəhmanın əli ilə süzülür. Külli aləmə rəhmət rəhmaniyyətlə gələr. Yaxşı. Bunlar onu qəbul edəmirdilər. Onlara sərf eləmirdi bu söz. Niyə? Cavab verdim ona görə. Baxın, onlar məsuliyyət yaratmayanı Allahı qəbul edirdilər. Bir Allah olsun ki, bizə məsuliyyət yaratmasın. Məsuliyyət yaradan rəhmanı qəbul eləmirdilər. Rəhman adını qəbul eləmək, rububiyyəti qəbul eləməkdir. Rububiyyəti qəbul eləsən, yəni Allah sənin həyatıva müdaxilə eləməlidir. Allah sənin həyatıva müdaxilə eləsə, sənin məsuliyyətdə yaşamalısan. Ona görə əvvəldən deyirlər, bilsən nə var? Rəhmanı inkar edirik. Rəhmanı inkar edirik. Çünki bilirlər, işin sonu ara gəlib çatır. O bir nəvər uşaq, o misal çəkim eybi yoxdur, deyir, müəllim çağırdı atasını ki, bu balovu başa sal. Deyirik, məsələn, təzə sinifə girdi, A hərfini yazmır da. Ata dedi ki, başa salam, çağırdı, bala gəl bura, gəldi. Dedim, niyə bir dənə o A hərfini yazamıyorsa çətindir ki, müəllim sənə deyir, yaz da. Dedi, ata, valla çətin deyil, məsələ başqadır. Deyir, nədir? Deyir, o A-nı yazaram, söhbət A-nı yazmaqda deyil ki. Deyir, söhbət nədədir? Deyir, ata, bu A-nı deyəcək, yazacam, deyəcəklər B-ni yaz. Sonra deyəcək D-ni yaz. Amma mən bu hara gələcək? Yəni, bunlar da bilir ki, rəhmanı qəbul eləmək, arxası rububiyyətdir. Rəbbi qəbul eləmək. Rəbbi qəbul eləmək, yəni əbd kimi yaşamaq. Əbd kimi yaşamaq, yəni proqram tərtib eləməlidir. Proqram tərtib eləmək, yəni ona əməl eləməliyəm. Ona əməl eləmək, yəni məsuliyyət. Bizən nə var? Rəhmanı qəbul eləmir.
İndi mən bu qədər ki danışdım. Baxın görün çıxarışa bir dənə diqqətinin. Və hum yakfuruna bir-Rəhman. Müşriklərdən danışır. Rəhmanı küfr elədilər. Demir Allaha, Rəhmana. Rəhmana küfr elədilər. Qul dinən onlara. Huvə Rəbbi. Allah gözü sıralayır. Diqqət elə. Müşriklər Rəhmana küfr elədi. Qul peyğəmbər. Huvə Rəbbi. O mənim Rəbbimdir. La ilahə illə huvə. Rububiyyətə sonra gəldi. İlah, ilah, ilah. İlah yəni nə? Onu pərəstiş eləməlisən. Onlar Rəhmanı inkar edirlər. Sən də mənim Rəbbim sənsən. Allah yəni. Sonra nə la ilahə illə huvə. İlahım odur. Sonra nə əleyhi təvəkkəldir. İlah odursa gəl ona təvəkkül edeyim axı. Və ileyhi mətab. Qayıdışım da onadır. Əgər Rəhmanı qəbul eləsəm, gəlir rububiyyəti qəbul edəm. Rububiyyəti qəbul eləsəm, onun ilah olduğunu qəbul edəm. Onu ilah olduğunu qəbul eləsəm, onun qabağında pərəstiş eləməliyəm, səcdəyə getməliyəm, onun buyurduğu kimi yaşamalıyam və dönüşüm də o olmalıdır və ona təvəkkül eləməliyəm. Bunların heç biri onlara sərf eləmir. Ona görə Rəhman adını qoydular kənara. Bugünkü dünyamızda da belədir. Bəziləri deyir ki, Allah var, amma qiyamət Peyğəmbər yoxdur. Sən ki, rəhmaniyyəti çıxardıblar sıradan, səhnədən. Rəbbi çıxardıblar səhnədən, özü gəlib deyalım mərkəzdə. Allahın yerində oturub. Allahın yerində oturub. Allaha deyir, keç kənara, mən gəldim. Allah var, qurban olum ona, inanıram ona. Amma Rəhman, Rəbb, o çəkilsin kənara. Mənim işimə qarışmasın. Həyatımı müdaxilə eləməsin. Rəhman adı bu qədər nədir? Mühüm addır. Ya Rəhman demək, əslində içində bu yatıb ki, ilahi, mən sənin rububiyyətini qəbul elədim. Mən qəbul elədim ki, aləm isimlərlə idarə olunur. Mən qəbul edim ki, sən mənim məbudumsan. Mən qəbul edim ki, sən mənim ilahımsan. Ya Rəhman, mən qəbul edim ki, qiyamət var. Qayıdışım sənədir, təvəkkülüm sənədir. Bütün həyatım sənnəndir. Sənə dönəcəm, səndən gəlmişəm. Rəhman yəni bu. Yəni üzvara çevirsən Rəhman. Hətta qəzəblənsə Rəhman. İntiqam alırsa Rəhman. Rəhman adı müqabil tərəfi yoxdur. Rəhimlə fərqi var. İnşallah rəhimi izah edərəm. Rəhimin ziddi var. Ola bilər bir yerdə rəhim kimi davranmır Allah, qəzəblənir. Amma yekunda o qəzəb və hər halda nə baş verirsə Rəhmana qayıdır. Rəhim Rəhmandan fərqlidir. İnşallah bunu danışarıq Allahın lütfü inayətindən. Bugünkü hələ ki bura qədər gəldi çatdıq. Allahla möhtəşəm, hacı möhtəşəm. Allah sizin elminizə bərəkət versin. O qədər önəmli bir mövzudur. O qədər Allahı